Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi Şuşada yaşayış binalarının tikintisi ilə bağlı 2 tenderin nəticəsini açıqlayıb. Bir xəbər medianın məlumatına görə hər iki layihə Şuşa şəhərinin D5 massivində çoxmənzilli yaşayış binalarının inşasını nəzərdə tutur. Birinci tender çərçivəsində ərazidə 6 ədəd 4 mərtəbəli yaşayış binasının tikilməsi planlaşdırılır. Layihənin icrası üçün ayrılan vəsait 12 milyon 984 min 241 manat təşkil edir. İkinci tender isə həmin massivdə daha 8 ədəd 4 mərtəbəli yaşayış binasının inşasını əhatə edir. Bu layihə üzrə qalib şirkətə 24 milyon 76 min 360 manat ödəniləcək. Hər iki tenderin qalibi Diller İnşaat Qapalı Səhmdar Cəmiyyəti seçilib. Şirkətin rəsmi qeydiyyat məlumatlarına əsasən hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 73A-da yerləşir. Nizamnamə kapitalı 2010 manat olan şirkətin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur. Şirkətin rəsmi internet səhifəsində isə rəhbər kimi Orxan Quluzadənin adı göstərilir. Açıq mənbələrdə yer alan məlumatlara görə onun deputat Ülvi Quliyevin oğlu